Salam, salam Müsəllə xanım. Necəsiz? Nə var, nə yox. Arkadaşlar, başlayaq mı? Ha? Mən özünüz bilin. Yəni də deyirəm, o artıq sizin öz işinizdir, işləyə bilmirsiniz, özünüz bilərsiniz. Məsələ burasındadır ki, mən də 1, 2, sonra nə edəcəm? Mən də öz bildiyimi eləyəcəm. Arkadaşlar, indi suallarınızı verəcəksiniz. Suallarınızı verəndən sonra nə edəcəksiniz? Cavab alacaqsınız. O kadarcık. Deməli belə. Ekranı paylaşıram. Hazır olun. Hı hı. Suallarınız gəlsin. 11, 11. 17, Neçə? 17. Hələ 11 var da. 11-dən sonra 17 gəlir. Ona görə də birinci 11-ə baxaq. Görək 11-də nə problemimiz var. Sualımız belədir. Bir marketdə K, L, M, N, P, R, S və T markalı sabunlar satılır. Lap gözəl arkadaşlar. Bazar olsun. Sabunlar aşağıdan yuxarıya doğru nömrələnmiş 5 rəfdə yerləşdirilmişdir. Sabunların yerləşdiyi rəflərlə əlaqədar aşağıdakı məlumdur. Hər rəfdə ən çox 2 fərqli markanın sabunları yerləşir. Yəni hər rəfdə 2 fərqli markanın sabunları yerləşir. Ən çoxu. Üçüncü rəfdə ancaq P markalı sabunlar yerləşir. İndi aşağıdan yuxarı 5 dənə rəfi yazıram. Bax 1, 2, 3, 4, 5. Üçüncü rəfdə nə oldu? Ancaq P markalı sabunlar. Burada artıq başqa markalı sabun ola bilməz. Elədirmi? N və L markalı sabunlar S markalı sabunlardan bir rəf yuxarıdadır. N-lə L S-dən bir rəf yuxarıdadır. İndi S ya 1-də ya da ki 4-də olacaq. K markalı sabunlar T markalı sabunlarla fərqli rəfdə, M markalı sabunlardan bir rəf aşağıdadır. K M-dən bir aşağıdadırsa da M, burada da K-nı yazdım və K markalı sabun T markalı sabunlarla fərqli rəfdədirsə də burada T ola bilməz. Aha. R markalı sabunlar S və M markalı sabunlarla eyni rəfdə deyil. R, S və M ilə eyni rəfdə deyil. R, M ilə eyni rəfdə deyil. R, S ilə eyni rəfdə deyil. S markalı sabun P markalı sabundan aşağı rəflərin birindədir. S P-dən aşağıdadırsa da 4-də ola bilməz. S-i qoyduq 1-ə. N-lə L bunun üstündə idi. Artıq burada K ilə M-i bura 1-ə 2-yə yerləşdirmək. K olacaq 4-də, M olacaqdı 5-də. M-in yanında R ola bilməz, S-in yanında R ola bilməz. Onda R K-nın yanındadır. P-nin yanında da ola bilməz, çünki deyir ki, 3-cü rəfdə ancaq P markalıdır. Qaldı T. T üçün iki versiya var arkadaşlar. Ya M-in yanında olacaq, ya da S-in. T markalı sabun. Bunun yeri dəqiq məlum deyil. İndi bizdən sualda nə soruşulur? Aşağıdakilərdən hansı mütləq doğrudur deyir. R markalı sabunlar birinci rəfdədir. R markalı sabun birinci rəfdədir, mütləq yanlışdır. R və K markalı sabunlar eyni rəfdədir. Bax gördüyünüz kimi R ilə K eyni rəfdədir. B variantı doğrudur. 12-də deyir aşağıdakilərin hansı mütləq səhvdir? T markalı sabunlar birinci rəfdədə ola bilər. N markalı sabunlar T markalı sabunlardan aşağı rəfdədə ola bilər. R markalı sabunlar M markalı sabunlardan bir rəf aşağıdadır. Bu mütləq doğrudur. S markalı sabun 4-cü rəfdədir, səhvdir. S markalı sabun 1-ci rəfdədir. Gördük bunu? Tabii. İndi 17-yə gedəcəyik. Arada sual olan varsa versin. Sual olan yoxdur. 17-yə gəldik.
Arkadaşım bize deyir X, Y, Z, T, K, L, M və N şəxsləri 4 mərtəbəli və hər mərtəbəsinə 2 mənzil olan bir binada yaşayırlar. Lap yaxşı. Allah xoşbəxt eləsin. Bunların yaşadığı mənzillərlə əlaqəli bunlar məlumdur. X L-dən aşağı, N isə M-dən yuxarı bir mərtəbədə yaşayır. Baxın. X L-dən aşağı mərtəbələrin birindədir. N isə M-dən yuxarı mərtəbələrin birindədir. Amma arada neçə mərtəbə var bilmirəm. Ha, arada bir mərtəbədə ola bilər, yaxud elə alt üst ola bilər mənzilləri. Bunu bilmirik. Sonra deyir ki, T ilə N eyni xəttdə, L ilə Y fərqli xəttdədir. Bax, T ilə N eyni xəttdədirsə də, ya T üstə N altda, yəni eyni xəttdə olacaqdır, ya da N üstə T altda eyni xəttdə olacaq. Bunu dəqiq bilmirəm. Amma ən əsas məsələ nədir? L ilə Y fərqli xəttdədir. L ilə Y fərqli xəttdə. L soldadırsa da Y sağdadır, yaxud L sağdadırsa da Y soldadır. Amma ən əsas məsələ nədir? Yəni o tərəfi nə bilmirəm ki, hansı yuxarıda, hansı aşağıdadır. Hələ ki bilmirəm. Ona görə mümkün olan versiyaları yanımda böyük tərəfə yazıram ki, yadımdan çıxmasın, gözüm onu görsün. Sonra Z ilə Y qarşı-qarşıya mənzillərdə yaşayır. Aha, Z ilə Y qarşı-qarşıya mənzillərdə yaşayırsa, bunlar eyni mərtəbədədirlər. Aha. Sonra T birinci mərtəbədə, K isə üçüncü mərtəbədə yaşayır. Artıq ipuçları verildi. Mərtəbələri qururam. 1, 2, 3, 4. Özdə 2 versiyada çəkirəm. 1, 2, 3, 4. Bax, bizə nə deyir? Deyir, T birinci mərtəbədə, T birinci mərtəbədə, K da üçüncü mərtəbədədir. Hər iki versiyada yazdım. T və K-nı. Deyir, X ilə N arasında 2 mərtəbə var. Arkadaşlar, X ilə N arasında 2 mərtəbə varsa da, biri 1-də olmalıdır, biri 4-də. Və X aşağı mərtəbədədir, N yuxarı. N deməli 4-cü mərtəbə. T ilə N eyni sırada olduğuna görə T-nin üstündəki sütunda N-i qeyd edirəm. Və X də birinci mərtəbədə, deməli T-nin böyründədir. Sonra nə edirik? Y ilə Z fərqli xəttdədir. Y-i T-nin üzərinə qoyuram hər iki versiyada. Z-i də onun böyrünə. Y ilə Z. Və bundan sonra M2 var. M N-dən nə olacaqdır? N yuxarıdadır, M aşağıda. M nə oldu? K-nın böyrünə düşmüş oldu. L də nə oldu? N-in böyrünə düşmüş oldu. İki versiyada bir-birinə oxşadı. Bircə dənə fərq nə edə bilərik? K ilə M-in yerini dəyişə bilərik. Çünki K-nın hansı xəttdə olduğunu demir, M-in də hansı xəttdə. Yəni iki versiyanı yazmışam, heç olmasa bir-birindən fərqlənsinlər. Bax, gördüyünüz bu vəziyyət alınmış olur. 17-də deyir, bu məlumata görə ikinci mərtəbədə kimlər yaşayır? Görürsünüz, Y ilə Z yaşayır. 18-də deyir, bu məlumatlara görə aşağıdakı hansı üçüncü mərtəbədə yaşayır? Üçüncü mərtəbədə M ilə K yaşayır. Burada M. 19-da deyir, bu məlumatlara görə aşağıdakılardan hansı doğrudur? L ilə M eyni mərtəbədədir. L ilə M eyni mərtəbədə səhvdir. L Y-in altındadır. L ən üstdədir. Heç kimin altında deyil. X ilə Y eyni xəttdədir. X ilə Y-in eyni xəttdə olması mümkün deyil. T deməli Z-nin bir mərtəbə üstünə yaşayır. T ən aşağı mərtəbədədir. E-nin qarşısına L var. Bu mütləq doğrudur. 20-də deyir, bu məlumatlara görə K-nın alt mərtəbəsindən kim yaşayır? K-nın alt mərtəbəsindən Y ilə Z yaşayır. Ad Z, A variantı. Gördünüz? Nə qədər kolaymış. Neçəyə baxırıq? 27. 27. Baxaq. Lord of Mio, necəsən? 27-30 hamısı birindədir. Baxırıq. Ayça, Burcu, Ceyda, Deniz, Elif, Filiz və Gamze. Ayça.
Burcu, Ceyda, Deniz, Elif, Filiz və Gamze. Adlı uşaqlar bir dərnəkdə olan çoban yastığı, qərənfil və zambaq adlı siniflərə yazılmışdırlar. Çoban yastığı, qərənfil və zambaq adlı siniflərə yazılıblar. Aha. İndi nə var? Deyir ki, Ayça və Elif eyni sinifə yazılmışdır. Ayça ilə Elifin sinifi eynidir. Qərənfil sinifinə yalnız bir uşaq yazılıb. Qərənfilə bir uşaq yazılıbsa da bu nə Ayça ola bilər, nə də Elif. Çünki niyə? Onlar iki nəfərdirlər, bir deyirlər. Sonra Burcu, Deniz və Filiz fərqli siniflərə yazılıb. Burcu X, Dəniz Y, Filizə də Z yazdım. Fərqli sinif nədir? Biri çoban yastığı, biri qərənfil, biri də zambağa düşəcək. O zaman qərənfili ya Burcu, ya Deniz, ya da Filiz tutacaq. Başqa biri tuta bilməz. Ceyda ilə Gamze ola bilməz. Sonra da deyir, Gamze'nin yazıldığı sinifə cəmi 2 uşaq yazıb. Gamze'nin sinifinə 2 uşaq yazıbsa da, biri Gamze'dir, biri ya Filizdir, ya Denizdir, ya da ki, Burcudur. Elə, deməli, Gamze'nin sinifində Ayça, Elif və Ceyda ola bilməz. Bu da o deməkdir ki, Ceyda artıq Gamze'nin sinifində deyilsə də Ayça ilə Elifin sinifindədir. Nəticə etibarilə Ayça, Ceyda, Elif eyni sinifin şagirdləri olacaq. 27-də deyir, bu məlumatlara görə aşağıdakilərdən hansı mütləq doğrudur? Ayça və Ceyda eyni sinifə yazılmışdır. Arkadaşlar, elə A variantı doğru cavab variantı oldu. 28-də deyir, Burcu, Deniz, Filiz. Bu məlumatlara görə yuxarıdakılardan hansılar qərənfil sinifə yazılmış ola bilər? Qərənfil sinifə Burcu da ola bilər, Deniz də, Filiz də. Yəni hər üçü E variantı. 29. Elifin zambaq sinifinə yazıldığı birincisi aşağıdakı məlumatlardan hansı mütləq olaraq yanlışdır? Elif zambağa yazıldısa, Ceyda ilə Ayça da zambağa yazılır. Onda Gamze çoban yastığına yazılır. Düzdür? Bu bizə deyir ki, Ceyda zambaq sinifinə yazılıb. Bu doğrudur. Çoban yastığı sinifinə 2 nəfər yazılıb, doğrudur. Zambaq sinifinə 3 uşaq yazılması səhvdir. Niyə? Deyəcəz Ayça, Ceyda, Elif bəs 3 dənə deyilmi? Biri də ya Burcudur, ya Denizdir, ya da Filizdir. Çünki onlardan hər hansı biri gələndə nə olur? 4 nəfər olmuş olur zambaq sinifində. 30-da nə deyir? Bu müvəqqəti şərtləri sildim, tikləri sildim. Bu burada amma doğru cavab C idi. Ceydanın çoban yastığı sinifinə yazıldığı bilinirsə, Ceyda çoban yastığındadırsa da Ayça ilə Elif də çoban yastığında, onda Gamze nə olur? Zambaq sinifində. Aşağıdakı məlumatlar hansı mütləq doğrudur? Deniz çoban yastığı sinifinə yazılıbdır. Deniz çoban yastığı da ola bilər. Qərənfildə, zambaqda bunu bilmirik. Gamze'nin hansı sinifdə olduğu Gamze zambaq sinifinə yazılıb. Bu mütləq olaraq doğru olur. Çünki niyə? Ceyda çoban yastığını tutsa, çoban yastığında artıq neçə nəfər oldu? 3 nəfər bunlar, 1 nəfər də Burcu, Deniz, Filizdən biri. Gamze bu sinifdə ola bilməz. Çünki Gamze'nin olduğu sinifdə 2 nəfər var. Gamze qərənfildə olmadığına görə hara düşür? Zambaq sinifinə düşür. Sonraki problemimiz nerede? 31. 31. Hı hı. Aa, çox gözəl. Kolaydısa da o zaman kolaysa başınıza gəlsin. İşləyin mən atım nəticələri. Nə bilim ay müəllim. Aysu, səni görüm. Pişiklər neynəsin, cırmaqlasın. Ay bala, bir vaxtında gir də dərsə. Baxaq. Məşhur bir rəssamın əsərlərini Məşhur bir rəssamın əsərlərinin nümayiş olunduğu bir sənət muzeyində əsərlər 6 fərqli salona yerləşdirilmiş və salonlar K, L, M, N, P, R hərfləri ilə adlandırılmışdır.
Sərgini təşkil edənlər ziyarətçilərin daha səmərəli keçməsi üçün salonlar arası keçidlərdə bəzi qaydalar müəyyənləşdirmişlər. Bu qaydalar aşağıda verilmişdir. Sərgiyə hər bir salondan giriş mümkündür. Ancaq çıxış yalnız P və R salonlarından həyata keçirilir. Salonlar arası keçidlər tək istiqamətlidir. Yəni deyir ha gedəsən qayıtmayasan. Bu salonlarda da elədir. Birindən o birisinə gedirsən, sonra qayıda bilmirsən. Deyir K salonundan yalnız L və M salonlarına keçmək mümkündür. K-dan hara keçə bilərsən? L-ə keçə bilərsən, K-dan M-ə keçə bilərsən. Hə. L salonundan yalnız N salonuna, L-dən yalnız N salonuna, M salonundan yalnız R salonuna keçmək olar. N salonundan yalnız P salonuna, N salonundan yalnız P salonuna, P salonundan isə yalnız M və R salonlarına keçmək olar. P-dən R-ə, bir də P-dən M-ə keçmək olar. Bax, oxlar göstərir ki, hansı salondan hansına keçmək olar. Çıxış da hardan idi? R-dən bir də P-dən idi. Başqa yerdən çıxa bilməzsən. İndi bizə deyir ki, bu nədir? Hə. Sərgiyə L salonundan girən bir ziyarətçi üçün aşağıdakılardan hansı mütləq yanlışdır? Arkadaşım, L-dən girdi bir insan. L-dən girdisə də N salonunu ziyarət edib edə bilər. Etmək məcburiyyətində daha doğrusu. Niyə? Çünki bu çıxmalıdır. Çıxmaq üçün ya P-yə gəlməlidir, ya da R-ə. Düzdür? Ha, bunun səsini də batıram. Hə. Ona görə də o doğrudur. K salonunu ziyarət etmişdi deyəndə səhv olur. Niyə? Çünki K-dan L-ə keçid var, amma L-dan K-ya keçid yoxdur. Bir istiqamətlidir. 31-də A variantı nədir? Yanlışdır. Sonra 32. Sərgiyə N salonundan girən bir ziyarətçi üçün aşağıdakı hansı mütləq doğrudur? Deməli belə. N salonundan girən bir ziyarətçi üçün aşağıda hansı mütləq doğrudur? L salonunu ziyarət edin. İndi bırax. N-dən giribdirsə də L-ə gedə bilər? Xeyr. Geri qayıtmaq mümkün deyil. Sonra deyək ki, M salonunu ziyarət edibdir. Səsini batırmaya olur. Bir dakika arkadaşlar. Bunun səsini batırım. Bunların bizə dəxli yoxdur bu. Notification. Bax, mən bunları dayandıram. Suat cavab verməyəm də. Cəmaat deyir ki, nəyə görə şey oldu. Simple ümumiyyətlə dayandırım. Heç biri. Səssizat olmasın. Həyata nifrət elədim səsdən. Yazı yazanda hərf yazmaq lazım deyildi. Yəni, ən azından söz, cümlə yazmaq lazımdır. Hərflər gələndə nə olur? Dünya dəyər bir-birinə. Sərgiyə N salonundan girən bir ziyarətçi. Baxın, N salonundan giribdir. Buradan. Buradan giribsə L-ə gedə bilməz. B-də deyir, M salonunu ziyarət edibdir. M salonuna gedə bilər, amma deyir, mütləq doğrudur. Mütləq getmək məcburiyyətdə deyil. P-dən çıxa bilər. Ən az 2 salon ziyarət edir. Bax, bu mütləq doğrudur. Niyə? Bu N salonundan girdi. N-in içini gördü. Çıxmaqdan ötürü ən azı P-yə gedəcəkdirmi? Bəli. Ən azı neçə dənə salon? 2 dənə salon görəcək. Ona görə ən az 2 salon ziyarət etmişdir. Doğrudur. İndi növbəti sualımız. Növbətidə bizə deyir ki,
Buna görə bütün salonları gəzmək istəyən bir ziyarətçinin keçəcəyi salonların ardıcı aşağıdakılardan hansıdır? Deməli, K-dan girərəm. K-dan sonra gedərəm L-ə. L-dən N-ə. N-dən P-yə. P-dən M-ə. M-dən R-ə gəlib oradan da çıxaram. K, L, N, P, M, R. K, L, N, P, M, R. D variantı. Bu şəkildə olsa bütün salonları gəzmiş olar. Sonra Mən 31-də hansı variant idi? Bir dənə qaldırım. Allahım yarabbim, Michael, bayaq deyəndə sənin fikrin hardaydı? A variantı idi. O variantı neynirsən, əsas sizdə qalacaq. Sizə variantı sabah dəyişəcəklər. Sonra 34. 34, 37. Yaxşı. Arkadaşım, kimə bu rahatsa da bir dənəsini gəlsin, izah eləsin burada. Məsələn, 34, 37-ni. Bir ictimai müəssisənin binası 1, 2, 3, 4, 5, 6, 7, 8 olaraq nömrələnmiş 8 bloka ayrılmışdır. Bloklar arası keçidlərlə əlaqəli aşağıdakılar məlumdur. Bloklar arası keçidlər bir istiqamətlidir. Birinci blokdan 5-ci bloka. Bax, buraya yazdım 1. Burada yazdım 5. Birinci blokdan 5-ci bloka keçid var. Üçüncü blokdan birinci bloka keçid var. Burada 3 yazıram. Üçüncü blokdan da birinci bloka keçid olsun. Beşinci blokdan altıncı bloka keçid var. 5-dən 6-ya keçid var. Altıncı blokdan 7-ci bloka keçid var. 6-dan 7-yə keçid var. 8-ci blokdan 5-ci bloka keçid var. Bura bir dənə 8-ci blok yazıram. Və buradan da 5-ci bloka keçid tulladım. Hə. Sonra 4-cü blokdan 2, 6 və 8-ci bloklara birbaşa keçid var. Aha, onda belə eləyim. 8-i oraya yazmayayım. Deməli, 4-cü blokdan 2, 6 və 8-ci bloklara keçid var. Bura yazıram 2, bura yazıram 4, bura yazıram 8. Niyə belə yazıram? Çünki xəttlər kəsişməsin, gözünüzü ağrıtmasın. 8-dən 5-ə keçid oldu. 4-dən 6-ya da keçid var, 2-yə də keçid var, 8-ə də. Bloklarda keçidləri gördünüz, xəttlər kəsişmədən bu şəkildə yazdıq. İndi nə edək? Suallarımızı cavablandıraq. Artıq hər şey bəllidir. Bu məlumatlara əsasən aşağıdakılardan hansı yanlışdır? Birinci blokdan 6-cı bloka keçmək mümkündür. Arkadaşım, 1-dən 5-ə, 5-dən 6-ya keçərsən. Yəni, mümkündür. 3-cü blokdan 4-cü bloka keçmək mümkün deyil. Arkadaşım, 3-dən 1-ə, 1-dən 5-ə gedə bilərsən, amma 4-cü bloka keçə bilməzsən. Niyə? Çünki 4-ün çıxışı var, girişi yoxdur. 1-dən, yəni ora gedən oxu yoxdur. Nəticə etibarilə nədir? Bu doğrudur. Yəni 1-dən 4-ə keçmək mümkün deyil. Daha doğrusu 3-dən 4-ə keçmək mümkün deyil. Sonra deyir, 4-cü blokdan 1-ci bloka keçmək mümkün deyil. 4-dən 6-ya gedərsən, 7-yə gələrsən, 4-dən 2-yə gedərsən, 4-dən 8-ə gedib 5-ə gələ bilərsən, amma 1-ə gedə bilməzsən. Bu da doğrudur. D-də deyir, 5-ci bloka 2 blokdan birbaşa keçid var. 5-ci bloka 1-dən də keçid var, 8-dən də. Bu da mütləq doğrudur. E-də deyir, 8-ci bloka 2 blokdan birbaşa keçid var. 8-ci bloka bir dənə 4-dən giriş var, başqa yerdən yoxdur. Yəni, E variantı nədir? Yanlışdır. 35. 4-cü blokdan 7-ci bloka keçmək istəyən bir nəfər ilə əlaqəli aşağıdakı ifadələrdən hansı mütləq doğrudur? 4-dən 7-yə keçmək istəyən 6-cı blokdan istifadə etməlidir. Düzdürmü? Mütləq doğru 6-cı blokdan keçər. Yəni, belə də gəlsən 6-dan keçməlisən, 8-ə gəlsən 5-ə gedib, yəni 5-dən 6-ya gəlib, sonra 7-yə getməlisən. 36. Aşağıdakıların hansında 3-cü blokdan yola çıxan bir nəfərin çata biləcəyi blokların hamısı birlikdə verilmişdir. 3-dən 1-ə gedə bilərsən, 1-dən 5-ə, 5-dən 6-ya, 6-dan 7-yə. Yəni 1, 5, 6, 7 olmalıdır. O da D variantıdır.
37-də deyir aşağıdakılardan hansısa ilk verilən blokdan ikinciyə keçmək mümkündür? 2-dən 3-ə keçmək mümkündür? Xeyr. 2-nin girişi var, çıxışı yoxdur. 3-dən 8-ə keçmək mümkündür? 3-dən 8-ə keçid mümkün deyil. 6-dan 3-ə keçid mümkündürmü? 6-dan 4-ə, 4-dən 8-ə, 8-dən 5-ə mümkündür, 3-ə yox. 7-dən 1-ə keçid, 7-nin heç girişi var, çıxışı yoxdur. 8-dən 7-yə, 8-dən 5-ə gedərsən, 5-dən 6-ya, 6-dan 7-yə. Yəni E variantı mümkündür. Aldıq bunda. Sonra növbəti sualımız. 38. Hı -hı. Nəsə uşaqlardan səs çıxmadı. 38, 40. Qoy bunu belə qoy. AB yuxarıda, DCF ortada, E də aşağıda. Üçü də birdən görünsün, qəşəng işləyək. Buraya yazdım A, buraya yazdım B. Burada C'dir, D'dir. Ondan sonra F'dir, bir də yox, F'dir, burada da E'dir. Çünki E'nin qonşu adı CDF yazılıbdır. İndi baxın. Deyək ki, yollar yalnız qonşu məntəqələr arasında. C məntəqəsi bütün məntəqələrlə qonşudur. Qalanlar isə yalnız özünə ən yaxın 3 məntəqə ilə qonşudur. E-nin qonşusu C, D, F-dir. Bunu görürük. Bir istiqamətli yollar A-dan D-yə, A-dan D-yə bir istiqamətli yoldur. B-dən F-ə, B-dən F-ə, C-dən A-ya doğru gedən yollardır. C-dən A-ya doğru gedən yollardır. İki istiqamətli 3 yoldan biri C ilə F arasındadır. İki istiqamətli yollardan biri C ilə F arasındadır. Üç yoldan biri C ilə F arasındadır. Buna diqqət edin. İndi arkadaşım, əsas məsələlərimiz. Deyir, həm A, həm də F məntəqələri qonşularının yalnız ikisi ilə aralarında yol mövcuddur. A-da D ilə C-dir və həm A, həm də F məntəqələrini. F məntəqəsində də nədir? C ilə B-dir. Görsənmi? 2 dənə xətti hazırdır bundan. Ona görə A ilə F-i dairəyə aldım ki, bunlara yeni bir yol çəkə bilmərik. Sonra deyir, B və E məntəqələri qonşularının yalnız biri ilə arasında yol mövcuddur. B-nin bir dənə qonşusu var, əlaqə var. Qutar getdi, buna dairəyə aldım. E-nin də bir dənə olacaqdır. Bunu nəzərə alın. Bir xətt olacaq. Ya C ilə birləşəcək, ya D ilə. F ilə olmaz bloklanıb, A ilə olmaz bloklanıbdır. B də bloklanıb. E-nin qonşuluğunda ya C-dir, ya da D-dir. Amma bir məsələ var. E-nin bir qonşusundan yolu var. Yəni yol həm C ilə, həm D ilə ola bilməz. Ancaq ya C ilə yol olacaq, ya da D ilə. Amma bizə neçə dənə yol lazımdır? 6 dənə. Neçəsini çəkmişik? 4 dənəsi. Deməli, neçəsi qaldı əlimizdə? 2 dənəsi. Özdən o qalan 2 dənə yol nədir? 2 istiqamətdir. Çünki bir istiqamətli 3 yolda çəkmişik. B-dən F-ə, C-dən A-ya, A-dan D-yə. 2 istiqamətli digər yol D, C, E məntəqələri arasında olmalıdır. Digər 2 yol. O yollardan biri C ilə E yaxud D ilə E arasındadır. İkincisi harada olacaq? D ilə C arasında. Artıq 5 yolumuz hazırdır. Bir yolumuz da ya buradadır, ya da burada. Dəqiq olmadığına görə 3 dənə nöqtə qoyuram. Burada dayandıram. 38-də deyir, məntəqələr arasında bu yollar haqqında aşağıdakı fikirlərdən hansı doğrudur? D və C məntəqələri arasında yol 2 istiqamətlidir. D ilə C arasında yol 2 istiqamətlidir. Aha, bu doğrudur. Elə bu da doğrudur. 39-da deyir, aşağıdakı variantlardan hansısa birinci verilən məntəqədən ikinci verilən məntəqəyə getmək mümkün deyil. Baxaq. C-dən F-ə getmək mümkündür? Təbii ki. F-dən D-yə getmək mümkündür. F-dən C-yə, C-dən D-yə gələ bilərsən, olar. B-dən E-yə getmək mümkündür. B-dən F-ə, F-dən C-yə, C-dən D-yə, E-yə də getmək olar. C-dən E-yə də. Əlbəttə ki, bu yolun harada olduğu dəqiq məlum deyil. Ona görə də amma
İstənilən halda iki istiqamətli yol olduğuna görə E-yə getmək olar. Sonra B-dən A-ya getmək olar. F-ə gələrsən, F-dən C-yə, C-dən A-ya. Və sonra deyir E-dən B-yə. B-dən çıxış var, amma B-yə giriş yoxdur ümumiyyətlə. E-dən B-yə necə gedək? Yəni bu tərk olunan bir köydür. Hamı buradan gedir, amma qayıtmır. Yəni doğru cavabımız burada da E variantıdır. Sonra aşağıdakı fikirlərdən hansı mütləq yanlışdır? Mütləq yanlış. B-dən D-yə A-dan keçməklə getmək olar. B-dən D-yə A-dan keçməklə getmək olar. Doğrudur. F-dən E-yə D-dən keçməklə getmək olar. F-dən E-yə D-dən keçməklə getmək olar. Mümkün olan vəziyyətdir. F-dən D-yə getmək üçün A-dan keçmək vacibdir. Yalandır arkadaşlar. F-dən D-yə gedəndə C-yə gəl, C-dən də get D-yə. A-ya getmək vacib deyil. Ona görə də nədir? C variantı mütləq yanlış variantdır. Vacib yazmaqla yanlış oldu. Yaxşı. Sonra arkadaşlar növbəti sualımız 45. 45-46. 45-46. Üçü birində. Deyək ki, arkadaşlar, bir ölkədə fəaliyyət göstərən A, B və C adlı klublara A klubu, B klubu, C klubu. Peşə qrupu olaraq polislər, həkimlər, vəkillər və müəllimlər. Fərdi olaraq Kamil Lalə, Mahir Nazim, Türkan Pəri və Ramiz adlı şəxslər üzvdürlər. Bu peşə qrupları və şəxslərin hansı kluba üzv olduqları ilə əlaqəli bunlar məlumdur. Bir baxaq. 3 yerə böldüm bunu. Deməli belə. Bütün qrup və şəxslər yalnızca bir kluba üzvdür. A və B klubların hər birinə bir peşə qrupu və 2 şəxs üzvdür. A-ya bir peşə plus 2 şəxs, B-yə bir peşə plus 2 şəxs. İndi məsələ burasındadır ki, əlimizdə 2 peşə qaldı. Çünki 4 peşə verib. Polis, həkim, vəkil, müəllim. Onda C-yə 2 peşə uyğun gələcək. Və burada 7 nəfər vardı. Kamil, Lalə, Mahir, Nazim, Türkan, Pər, Ramiz. İkisi A-da, ikisi B-dədirsə də, üçü də C-yə qalır. C klubunda 2 peşə, 3 şəxs olacaqdır. Yəni, bunu da bu şəkildə sxemləşdirdik. İndi bizə nə deyir? Nazim A klubuna, Türkan B klubuna üzvdür. Nazim A klubuna, Türkan da B klubuna üzvdür. Pəri və müəllim qrupu fərqli klublara üzvdür. Pəri ilə müəllim fərqli klublara üzvdür. Pəri və müəllim. Pərinin olduğu yerdə müəllim ola bilmir. Sonra deyir, Nazim və Ramiz həkim qrupunun olduğu kluba üzvdür. Nazim, Ramiz olan yerdə də nə olmaz? Həkim olmaz. Kamil ilə Türkan fərqli klublar üzvdür. Yəni, Türkanın olduğu yerdə Kamil olmaz. Yəni, bu nə deməkdir? B klubunda Kamil yoxdur. Bunu belə dairə alıcısından xətt çəksəm daha yaxşı ola bilər. Kamillər girəməz. Vəkil klubu ilə Kamil eyni kluba üzvdür. Demək, Kamillə vəkil eyni kluba üzvdürsə də B klubunda vəkil də ola bilməz. Beləliklə şərtlər qurtardı və başlayırıq nəyə? 45-də deyir, Lalə ilə Pərinin eyni kluba üzv olduğu məlumdursa, hansı mütləq qoyuq doğrudur? Lalə ilə Pəri A klubuna üzv ola bilməz. Çünki niyə? A klubunda 2 şəxs yazılıb. Lalə ilə Pəri gəlsə, Nazimlə birləşəcəklər 3 nəfər olacaq. B klubuna üzv ola bilməz. Çünki B klubunda 2 şəxs yazılıb. Türkan var. Lalə ilə Pəri də gələndə 3 nəfər olur. Deməli, bu da olmaz. O zaman Lalə ilə Pəri hansı kluba üzv olmuş olur? C klubuna. İndi məsələ də buradadır ki, bu ikisi C klubuna üzv olanda müəllim C klubuna üzv ola bilmir. Çünki Pəri ilə müəllim yola getmir. Müəllim A klubuna ya da B klubuna üzv olacaq. Bizə deyir ki, hansı mütləqdir o? Türkan müəllimlərdən eyni kluba üzvdür. Əgər müəllim B klubuna üzv olsa düz deyir. Amma A klubuna üzv olsa düz demir. Ona görə bunu bilmirik. Nazim müəllimlər də eyni kluba üzvdür. Əgər
müəllim A klubuna üzv olsa, nazimlə eyni kluba üzv olacaq. B-yə üzv olsa, nazimlə eyni kluba üzv olmayacaq. Yəni B variantı da doğru da ola bilər, yanlışdır. C variantı müəllimlərin üzv olduğu kluba 2 nəfər üzvdür. Müəllimlərin üzv olduğu klub ya A-dır ya da B. Elə deyilmi? Çünki C-də pəri olduğuna görə müəllim də pəri ilə eyni kluba üzv olmaz. Və istəyir A klubu olsun, istəyir B klubu. Bunlarda fərdi olaraq iki şəxs nədir? Üzv olacaq. Ona görə də müəllimlərin üzv olduğu kluba 2 nəfər üzvdür deyilən C variantı doğru cavab variantı olur. Bax bu 1. İndi keçdik 46-ya. Deyir bu məlumatlara görə aşağıdakı ifadələrdən hansı mütləq olaraq yanlışdır? Kamil A klubuna üzvdür. Kamil B-yə üzv ola bilməz, amma A klubuna ola da bilər. Vəkil qrupu B klubuna üzvdür. Baxın, vəkilin üstündən xətt çəkmişəm ki, B klubunda ola bilməz. Çünki niyə? Türkənlə Kamil yola getmir. Kamillə də vəkil eyni klubdasa, deməli, Türkan olan yerdə Kamil yoxdursa, vəkil də olmayacaq. Nəticə etibarilə vəkil qrupunun B klubuna üzv olması mütləq yanlışdır. 47-də deyir, həkim qrupun B klubuna üzv olduğu məlumdur. Həkim B klubuna üzv olsa, onda Nazim kimi Ramiz də B klubuna üzv ola bilməz. Düzdür? Onda burada nə edəm? Ramizin və Nazimin üzərindən xətt çəkirəm. Beləliklə B klubunda Kamil, Ramiz və Nazim ola bilmir. Bizə deyir, Türkan ilə eyni kluba üzv ola bilər. Kamil olmaz, Ramiz olmaz. Bir də Nazim olmaz. Zaten Nazimin adı yoxdur burada. Deməli, Kamillə kimi Ramizi çıxdıq, Mahirlə Pəri qaldı. İkinci və dördüncü. Deməli, Türkanın olduğu kluba Mahir, Aybəratla Pəri üzv ola bilər. Sonra arkadaşlar, bitti burada suallar. Yoxsa 48-50-də də var. Yoxdur. Yox, çox gözəl, çox gözəl, çox əla. O zaman keçək şəkil analogiyalarına. Şəkillər. Deyir, şəkillərdən baxışın sənə vəz eləmir. Eşidirsiniz də bunu. Neçəyə baxırıq? 11. 11. Balaca dairələrə vitamin veriblər yekəlib, yekə dairələrin də nədir? Suyunu çəkiblər, balacalaşır. Yəni, baş verən olay budur. Ona görə də doğru cavabımız nə olacaqdır? A variantı olacaq. Yekə dairələri balacalaşdıracaq, balacaları böyüdəcək. 15. 15. Əla, baxaq. 15. Yaxşı. Aşağıdakı ilk iki şəkil arasında münasibətdən istifadə edərək üçüncü şəklə əsasən sual şərəsinin yerində olacaq şəkli tapın. Deməli belə. Burada diqqət edəsi olsanız görərsiniz ki, bu qövsün altında olan fiqurlar burada fiqurun içindədir. Beşbucaqlının içindədir. Öz də ardıcıq necədir? Qara dairə, ağ dairə, qara dairə, qara dairə, ağ dairə, qara dairə. Qövsün üstündə olanlar isə nədir? Beşbucaqlının çölündədir. Və yerləşmə ardıcıllığına baxın. Qara içəridə, baxın birinci yerdə qaradır içəridə. Ağ içəridə, ikinci tərəfin içində ağdır. Qara çöldə, üçüncü tərəfin çölündə qaradır. Qara içəridə, dördüncü tərəfin içində qaradır və ağ çöldə. Oldu mu? Oldu. İndi nə edirik? Həminki prinsipləri burada tətbiq edirik. Ağ içəridə, deməli, nə olacaqdır?
qövsün altında ağla başlayacaq. Sonra qara çöldə, onun ardınca çöldə qara olmalıdır. Onun ardınca çöldə ağ olmalıdır. Əla. Demək, qövsün üstündə artıq dalbadal qara, ağ gəldi. Ona görə hansı variantdır? E variantdır. Gördüyünüz kimi ağ içəridə qövsün altındadır. Qara çöldə qövsün üstündədir. Ağ çöldə qövsün üstündədir. Ağ çöldə qövsün üstündədir. Yenə qara içəridə qövsün altındadır. Ağ çöldə qövsün üstündədir. E variantı doğru cavab variantı. Sonra neçəyə baxırıq? 36. 36. Mən bunun səsini batırmamışdım. Yoxsa bir nəfər də batırmışım. Deməli, belə parametrlər, bildirişlər, söhbət xəbərdarlığı. Xatırlatmaları bağladım. Gözəl olacaq indi. 26 demişdiniz? 36. 36. Ha, çok güzel. 36'da arkadaşım nədir? Nöqtənin yerləşməsidir. Baxın. Deməli, Müəllim 29 da var. yaxşı, Ona geri da baxarıq qayıdacaq. da. 36'ya baxaq. Bax, bu görürsüz. Bəli. Bir dənə bu paxlavanı görürsüz. Paxlavanın üstündə normalda bir dənə fındıq olmalı idi. O da yanıq düşübdü qırağına. Düzdürmü? Bəli. Bu yanmış fındıq üçbucaqla dairənin kəsişməsindədir. Paxlavanın isə içində deyil. Elədir? İndi Bəli. baxın, həmin o nöqtəni biz burada qoymaq istəsək üçbucaqla dairə ümumiyyətlə kəsişmir. A variantı səhvdir. B variantda yenə üçbucaqla dairə kəsişmir. Bu da səhvdir. C variantda yenə üçbucaqla dairə kəsişmir. Bu da səhvdir. D variantı üçbucaqla dairə kəsişir, amma rombun içində, paxlavanın içində. Bu da o demək ki, nöqtəni qoysan paxlavaya da düşəcək. Bu da səhvdir. E variantda isə üçbucaqla dairə paxlavadan kənarda görüşürlər. E variantı doğru cavab variantıdır. Aydındır mı? Bəli. Sonra. Yəni bir dənə 37-ni də deyərdiniz. Bir dənə 37-ni deyirəm. Bax, bu ay ki var ha, bu ay. Qara ulduz elə bil ağ ulduzlardan qoruyur. Belə qara ulduzu belə götürübdü, nədir? Öz qollarını alıbdı ki, ağ ulduzlar ona toxunmasınlar. Bax, A variantında elə deyil, B variantında elədir, C-də elə deyil, D-də elə deyil, E-də elə deyil. Ona görə B variantı uyğun gəlir. Qara ulduz, daha doğrusu ay qara ulduzu qoruyur. Hə. 29 deyən bir arkadaş var idi. Allah onu kahretməsin. Ay Səbinə, ay bala. Bax, bu iki dənəsini xəyalən üst-üstə qoysaq, eyni olanlar, bununla bu eynidir. Görsən burada yoxdur, çünki siliniblər. Bununla bunu üst-üstə qoyası olsaq, bax, bununla bu eyni üst-üstə düşüblər, bununla bu üst-üstə düşüblər, bu qalıb. Bu qalıbdır. Aha, maraqlıdır. Amma məsələ burasındadır ki, hətta üst-üstə nəsə düşürsə də onlar silinir, üst-üstə düşməyənlər qalır. Prinsip budur. Burada da baxa bilərsiniz. Bax, bu 5 dənəsini görürsünüz. Bax, bununla bu eynidirlər. Yəni, eyni mövqedədirlər. Onlar görürsünüz, yoxdurlar. O birlər qalıbdır. Bununla bunu üst-üstə qoyanda, bax, bu ikisini. Burada heç bir üst-üstə düşüb, 5-i də qalıbdır. 5-i də bura gəlmiş olur. İndi biz burada bu gördüyümüzdən bu gördüyümüzü üst-üstə qoyanda bax bu dairə ilə bu dairə nədir? Eynidir. Onlar silinəcək. Sol tərəfdə 3 dənə dairəmiz olacaq. 2 ağ, 1 qara. A variantı olur. Ay Səbir. Sonra
40. 40. Bunu Layla xanım idi deyən. Bəli. Hə. Görürsən, uca səsinizdən tanıyıram. Ən yorğun səsi sahib olan tələbə. Variantlardakı şəkillərdən hansına ikinci nöqtə qoyulsa verilən şəkillə uyğun olar. Baxın. Nöqtənin biri böyük dairə ilə üçbucağın kəsişməsinə, biri də ki, qalın xətti dairənin içindədir. Elədirmi? Və və. Burada qalın xətti dairənin içində nöqtə var. Biri də ki, üçbucaqla o birisi dairənin içində olmalıdır. Görürsüz, E variantı uyğun gəlir. Bəs D niyə uyğun deyil? Çünki burada qalın xəttin içindəki nöqtə həm də nazik xətti dairəyə düşür. Yəni, burada gördüyünüz kimi nöqtə əgər burada olsaydı D variantını seçə bilərdik. Amma nöqtə iki dairənin kəsişməsinə deyil. Sadəcə qalın xətti dairənin içərisinə düşür. 43. Şəxsi məlumatları tənzimləmək olunur. Məsələn, kimsə adını yazıbsa, nömrəsini yazıbsa, onu qayıdıb düzəldib. Hə, başqa? 43. 43, 44. 44. 43, 44. 43-ü kim səhv eləyib? Mən. Bura bax. Bax, bir dənə x var, bir dənə y. X-in birləşdiyi iki dənə dairə var. Bu dairənin 3 dənə xətti var. Birləşdiyi ikinci dairənin də 5 xətti var. 5. X-in sxemi 3, 5-dir. Y-in birləşdiyi 3 dənə dairə var. Birinin 2 xətti var X-in. Birləşdiyi digərinin 4 xətti var, buradakının. Bunun da 5 xətti var. 2, 4, 5 də bunun sxemidir. İndi gəlin baxaq. 2 xətti burada nə var? D var, B var. Düzdür? Bir də E var. Deməli, X üçün 3 namizəd var. D, B və E. D-nin birləşdiyi fiqurlardan birinin 5 xətti var. F-in də neçə xətti var? 3 xətt. D uyğun gəlir X olmağa. B-nin birləşdiyi C-nin 5 xətti var, A-nın 4 xətti. B uyğun deyil. E-nin birləşdiyi C-nin 5 xətti var, A-nın 4 xətti. Deməli, E ilə B ola bilməz. Nə oldu? X-in qiyməti D oldu. X-in qiyməti D-dir. İndi keçək Y-ə. Y 3 xəttidir. 3 xətti bir dənə nəyimiz var arkadaşlar? F-imiz. A-nın 4 xətti var. C-nin də neçə xətti var? 5 xətti. Qalanların da neçə xətti var? 2-2 xəttləri var. Ona görə də Y bir mənalı olaraq nədir? F-dir. D ilə F olan C variantı doğrudur. Güya çətin idi bu. Yox. Sonra nəyə baxırıq? 47. 47. Yox, 46. 46 müəllim üzr istəyirəm. 46. Burada arkadaşım deyir ki, şəkil sadə qəribin hərəkəti istiqamətin əksinə 90 dərəcə. Yəni, bu istiqamətdə 90 dərəcə fırlanmalıdır. Onda nə olur? Yuxarısı ağ kırış olur. E variantı. Sonra 48. 48. Şəkil 180 dərəcə fırlanarsa hansı variantdakı görünüş alınır? 180 dərəcə fırlananda bu gəlib bura düşəcək, elə deyilmi? E variantı alınacaq. Bildikmi bunda? Bildim mən. Sonra. Bitti. Bəli. Çox gözəl. Arkadaşlar bugün benim doğum günüm. Hə, deməli, burada edəcəyimiz iş yeni bir mövzu olacaq. Yeni mövzumuz nədir? Təbii ki,
Təbii ki, yeni mövzumuz qrafiklər olacaq. Yox, diaqramlar olacaq. Diaqramlar. İndi mən sizə diaqramı təqdim edəcəm. Gül kimi də işləyəcəksiniz, əjdaha kimi də tapacaqsınız və mutlu olacaqsınız. İbrahim Tatlıses belə yerdə nə deyir? Deyir, bir tək diləyim var, mutlu ol, yetər. Arkadaşlar, qoy görüm nerede? Nerede bizim axtardığımız şeyler? Deyir, o şey ki, səni öldürmür, o səni gücləndirir. Amma testi işləməyənləri, arkadaşlar, bilsinlər ki, mən bir dəfə güzəşt deyirəm. İndi bəzi arkadaşlar yaxşı, belə deyim də, bilmirlər, tam olaraq əmin deyirlər. Mən güləndə elə bilirlər ki, elə gülüb yola verəcəm. Heç nə, əvvəlcə qrupdan sonra hər yerdən çıxaracam. Belə-belə işlər. Diqqətli olun. Burada açıram bunu, məntiq, qəşəng, diaqramlar. Əslində çox rahat bir mövzudur deyə bilərəm. Amma bəzilər üçün çox narahat gələ bilər. Ona görə də nə edirəm? Bir dənə sinif tapşırığı açacağım. Riyazi sinif. Birini mən göstərim, o birisini siz işləyin. Sonra deməyin ki, o müəllim desəydiniz eləyəsiydim, demədiniz deyiləmədim. Yəni, sizdə elə bir şey var. Amma birinci növbədə şansı sizə verəcəm. Şansı sizə verəcəm. Çünki ən gözəl şey özün işləməkdir. Onun yerini heç nə vermir. İnsan özü işləyəndə çox şey daha dərindən başa düşür, anlayır və mutlu olur. Bu niyə belə oldu? Tam ekran vermişəm. Bu çox kötü oldu. Arada bir yanlış seçimlər edirəm. Escape verməliydim. Escape. View. Aha. View. Print layout. Əla. 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 Ay, qoyun elektrikə qoşun. Deməli belə. Bu vərəqlərin ölçüsü niyə belə balacalaşır? Home yox, layout, size, A4 verim, qəşəng. Bu ölçülər adam balasına dönsün. Belə ölçü olar, maymuş ölçülərindədir hər şey. Biraz yuxarıya gedim. Hı -hı. Hı -hı. Aha, iş yaxşı, olsun, yaxşı, olacaq. Oldu mu? Oldu da belə. Əla. Birinci əvəz etmə. Arkadaşlar açıram və paylaşıram. Çox güman ki, elə tapacaqsınız. Sizə güvənməyə çalışacağım. Hər kəs birinci diaqrama baxsın. Birinci diaqramı. Anlamağa çalışsın. Və aldığı cavab variantını chatda mənə yazsın. Sadəcə chatda özüməcə yazsın. Onsuz da istər düz cavab, istər səhv cavab, mən onun izahını verəcəm sizə. Ötürü şəxsi məlumatlar tənzim.
Arkadaşlar, varyant alabildiniz. Anlayabildiniz. Aha, Aysu onsuz da qadınam. Öyrəşmişəm ki, reaksiyana. Bir dənə Lalə xanım doğru cavab veribdi arkadaşlar. Bir dənə Lalə xanım doğru cavab verib. Kim yox hadisə? Salə xanım yoxdur. Yəni yeni işıqlar söndü. İradə xanım yanlış yanaşdınız. Ay arkadaşlar. İndi baxın, sizə mahiyyətini deyirəm onun. Çox bəsit bir şeydir. Baxın. Görürsüz, birinci diaqramımız, nümunə diaqramında burada üçbucaq verib. Elə. Bax, burada A yazılıbdır. Görürsüz, burada da A var. A-da qara üçbucaq neçədəndir? A sətrinə neçədən qara üçbucaq var? Birdən elə. Görsünmü? A ilə 1-in kəsişməsinə nöqtə qoyub. İndi B-yə baxırıq. B. B-də qara üçbucaq neçə dənədir? Yenə bir dənədir. Baxın, B ilə 1-in kəsişməsinə nöqtə qoyub. C-də qara üçbucaq neçə dənədir? Bax, burada C yazılıb. Qara üçbucaq yenə bir dənədir. C ilə 1-in kəsişməsinə nöqtə qoyub. Keçdik D-yə. D-də qara üçbucaq neçə dənədir? 2 dənə. Göz D ilə 2-nin kəsişməsinə dairə qoyubdur. Burada bəs nə veribdir bizə cavab variantlarında? A kvadratla qara dairənin cəmi. A-ya baxası olsaq, bir A kvadrat, bir qara dairə var. 2 dənədir bunlardan. B sətrinə baxası olsan, A kvadratla qara dairə hərəsindən bir dənədir. Bu da 2 edir. C-də 2 dənə qara dairə, bir dənə A kvadrat var. 3 dənə belə fiqur var. D-də isə bir dənə A kvadrat var. Qara dairəmiz də yoxdur, 1. Deməli, A-da 2, B-də 2, C-də 3, D-də 1 olmalıdır. A2, bax A-da 2, B-də 2, C-də 3, görürsünüzmü? D-də də nədir? 1. Nəticə etibarilə nə oldu? D variant doğru cavabdır. Necə ki, Layla xanım bunu tapmışdı. Görürsünüz, elə də çətin bir şey yox imiş burada. İkinci hətta bundan da asandır. Bir dənə baxın, analiz edin, görün buna cavab tapa bilirsinizmi? 2 nömrəliyə baxın, analiz edin, cavab tapmağa çalışın. Yani puan kesmeyin. Ben o mehriban adamlardan. Aha. 21.8.
Mürcan xanım cavab verib. Doğru cavab verib. İradə xanım diqqətli olun, diqqətli olun. Layla xanım da doğru cavab verib. Mürcan xanımla Layla xanımın verdiyi cavablar doğrudur. İradə xanım diqqətli olun. Görün harda yanlış yapdınız. Hə, indi düzəldi. O biri xanımlar. Nə oldu? Gültər hal aldı, hal aldı. Hal aldı. Vüsalə xanım doğru cavab tapdınız. 4 nəfər doğru cavab tapıb. 4 nəfər hələ ki yuxu rejimindədir. Ay Səbinə, maşennik, cavab yaz. Üstümüzə sağlık, yəqin öldü qız. Arkadaşlar, o birisi bilməyənlər, beceriksizlər, bura baxın. Bax, görürsünüz, burada A verib. Burada da A plus B verib. Bax, birinci aralıqda A'nın qiyməti neçədir? 20-dir. A ilə B-nin cəmi birinci aralıqda neçədir? 25. A-nın qiyməti 20-dirsə, da ilə B-nin cəmi 25-sə, demək B-nin qiyməti neçə olmalıdır? 5. Birinci aralıqda B 5 olacaq. Sonra ikinci aralığa baxırıq. İkinci aralığa. A-nın qiyməti neçədir? 35. A ilə B-nin cəmi neçədir? 45. Deməli, B-nin qiyməti 10 olmalıdır ki, nə olsun? 20 üstdən, 35-in üstdən 10 gələndə 45 eləsin. Üçüncü aralıqda A-nın qiyməti 50-dir. Üçüncü aralıqda A ilə B-nin cəmi 70-dir. 50-nin üstdən 20 gəlmək lazım ki, 70 eləsin. Deməli, B-nin qiyməti bir dəfə 5, bir dəfə 10, bir dəfə də 20 olmalıdır. Yəni C variantı olmalıdır. Ya burada siz niyə cavab tapa bilmirsiniz? Bu arada fəallıq göstərməyənlər, baxın, mən sizi xəbərdar edirəm, sonra mənə deməyin ki, dərs vaxtı niyə birdən-birə məni tulladınız. Bunu tapmağa çalışın. Bu çox daha asandır. Cavab tapın görək. İradə xanım doğrudur, halal olsun.
Müjgan xanım doğrudur, Vüsalə xanım doğrudur. Gözləyirəm Layla xanım, o birisi xanımlar. Aysu sən yazma. Əziyyət çəkmə qadına. Barmaqlarını ağrıyır. Aha. Ben bizden iş görüm. İşte cevap yazmayanlar bak çıxardıram chatdən. Cevap yazmayanlar göndərirəm gözləmə otağına. Ağıllanın gəlin. Layla xanım doğrudur. Həqiqətən də burada nə görürsünüz? 12x bu 14x bu da 16x'dir. Düzdürmü ay Aysu? Çünki bilmirik də neçə vahiddir. Bunları toplayanda 42x bərabərdir 420-dirsə də x-in qiyməti 10 olurmu? Olur. İndi bizə m-dən k-nı çıx. N-in qiyməti neçədir? 16x. K-nın qiyməti neçədir? 12x. 16x-dan 12x-i çıxanda nə qalacaqdır? 4x. X-in qiyməti 10 olduğuna görə neçə? 40 edir də. B variantı doğru cavab variantı. Qızlar görsən nə qəşəng tapmalısan. Sən də tapmalısan. Hı hı. Hə, biraz cavab var. Arkadaşlar bunu tapmağa çalışın. Bir dənə əvvəlcədən ipucu. Dairə 360 dərəcədir. Bunu yadınızda saxlayın. Dairə 360 dərəcədir. Tapmağa çalışın görün.
Aha. Gültəkin xanım doğru. Gültəkin xanım. Arif Sələ xanım sizdə doğrudur. Layla xanım doğrudur. Müjgan xanım doğrudur. İradə xanım yanlış cavab verdiniz. Diqqətlə baxın, görün nəyi səhv edirsiniz. Aysu, maşallah, uşaqdakı zəkaya baxırsınızmı? Fışqırır, Zəkası fışqırır. Halal olsun. Doğru cavabıydı, ay Aysu. İradə xanım, 2 dəfə səhv cavabı necə seçə bildiniz? Bura baxın. Bax, A60, B75, C30, A60, D75, C30-u B neçə dərəcədir? 60, 30, 90 dərəcə, 75, elədi 165 dərəcə. Dairə 360 dərəcədir. 360 dərəcədən bunların cəmini 165 dərəcəni çıxanda 195 dərəcə qalır. 195 dərəcədir. Bunların hamısı 15'e ixtisar olunur. 15'e bölsəm B-ni 13, C-ni 15'e bölsəm 2, D-ni 15'e bölsəm 5, A-nı 15'e bölsəm 4 qalır. Nədir? C 2, A nədir? 4, D neçədir? 5, B neçədir? 13. 2, 4, 5, 13 hansı variantdadır? A variantındadır. Siz necə başqa variantları seçə bilirsiniz? Yəni Ədədləri mən yazanda diqqətli olun. başa düşməmişdim. Ona görə tamam səhv yoldan getdim. Ha, indi bildiniz? Bəli, çox İndi asan yoldan başa saldınız. Ha. İndi arkadaşlar ne edeceksiniz? Keçəcək növbətiyə. Növbətiyə. Növbətdə nəyə diqqət edəcəyik? Burada bir dənə o fərq var ki, faiz də verir. Arkadaşım, bütöv dairənin 100% olduğunu nəzərə alın. Bütöv dairə 360 dərəcə və ya 100%dir. Bunu nəzərə alaraq bu tapşırığı işləməyə cəhd edin. Aha. Deməli belə qəşəng cavab verənlər Layla xanım doğru cavab, Ayşə xanım doğru cavab. Ondan sonra Vüsalə xanım doğru cavab, Müjgan xanım doğru cavab. Kim yox açıqda Allah. O bilər cavab versin görək. İradə xanım, bax bir dənə söz deyim. Bayaq elədiyimiz prinsiplə götürəcəksiniz, amma bir şey nəzərə alın. Dairə 360 dərəcədir və bu 100%dir. Yadınızda saxlayın, 100%imiz əgər 360 dərəcədirsə də
20 faizimiz, 20-nin əksi yazdım. 20 faizimiz neçədir? Müəyyən bir x-dir. Tənasüb işləyə bilirsiniz. Mən bildiyim qədərilə. Bunu alın. Bu olacaq B-nin qiyməti. Bəs A-nın qiymətini necə alacaqsınız? A-nın qiyməti təbii ki, 360 dərəcədən buradakı dərəcələr çıxanda, yəni 360 dərəcədən B-ni, C-ni və D-ni çıxanda A-nın qiyməti alınacaq. Elə deyilmi? İndi bir dənə baxın, cavabı mənə atın. Mən də baxım sizə, sizdən fəxr edeyim. O birisi arkadaşlar, özünü yuxuluğa qoyanlar. Götürün, cavab yazın. Daha düstur kimi vermişəm. Bunu yazmayan neynəsin? Onu zindanda görən ağlasın. Hər kəs yazsın. Cavab gözləyirəm sizdən. Rada xanım, nə oldu cavabınız? Mən sizdən cavab gözləyirəm. B-ni səhv alıbsınız da. Onu gersin gedə bilmədim deyilən bir şey yoxdur. Bu çox bəsit bir şeydir. X-in qiymətini necə hesablayırsınız? 360 dərəcəni vurursunuz 20 faizə. Bölürsünüz nəyə? 100 faizə. Heçdən sıfırlar getdi 36-ın 2-yə vuranda 72 dərəcə. Qalan da nədir? Bax 36, 144, 180 üstdən 72 gəldi. 360 dərəcədən çıxırıq nə? 252 dərəcəni. Nə qalacaq? 108 dərəcə. Bu qədər bəsit. Burada nə var ki? Valla 4-cü, 5-ci sinif uşağı olsa bunu işləyər. Elə deməyin ki, mən eləyə bilmədim. Yəni, burada çətin heç nə yoxdur. Sadə bir tənasüb idi. Və burada göz görə-görə ki, burada 72 dərəcə alınır. Necə 36 ala bilərsiniz buradan? Necə hesablama apardınız? Gözə yarı. Məntiq gözə yarılığı sevmir. Dəqiqliyi sevir. Bu hesabdır. Hesabda dəqiqlik olmalıdır. İkinci bir tərəfdə çıxmanı necə edə bilməyibsiniz? Bunun özü bir başqa problemdir. Özünüzü tənbəl yerinə qoymayın arkadaşlar. Bunu həll eləməyə çalışın. Çox bəsit bir məsələdir. Bilirsiniz ki, dairənin mərkəzi bucağı 360 dərəcədir.
İradə xanım, bu doğru cavabdır. Aha. Deməli belə. İradə xanım da doğru cavab. Ondan sonra Vüsələ xanım da doğru cavab. Müjgan xanım da doğru cavab. Aysu da yanlış cavab hər zamanki kimi. Axırıncı iki dənə cavabı doğru idi. Lalə xanım, cavabınızı gözləyirəm. Axşam düşdü. Baxın, dairəvi diaqram tələbənin aylıq gəlirini, ərzaqı xərclədiyi miqdarı 108 dərəcədir. Dairəvi diaqram neçə dərəcədir? 360 dərəcə. Bu neçə faizdir? 100%. Bütöv dairə ilə bunun xərclərinin hamısını göstəririk. Orada ərzaqa neçə dərəcəlik bucaq ayırıb? 108 dərəcə. Bu neçə faiz olar x? X bərabərdir 108 dərəcə vuraq 100% bölək 360 dərəcə. Nə oldu? Birinci sıfırını sildik. 108-i 36-ya böldük. 3 ona vurdum. 30%. Bu qədər. Bu qədər. Keçdik növbətiyə. Baxın, bir tərəfdə sütunlu diaqram verib, birində dairəvi. Bunları əlaqələndirirsiniz və bucaqları hesablayırsınız. Lalə xanım, düzəldin, səhviniz var. O birlər cavab tapa bilirsinizmi? İradə xanım doğru cavabdır. Halal olsun sizə. Bax, belə fəal olun, deyim ki, əla. O birlər, Müjgan xanım, doğru cavabdır. Lalə xanım indi düzəldi.
Gözləyirəm ay Vüsal. Hə. Axır ki 60'lardan biri oyandı. Gülnarə xanım düzdür. Düzdür. İndi qaldı kim? Pişiklərin əfəndisi. Ha, o da düz yazdı. Müsalə xanım hamı yazıb bir dənə siz qalıbsınız. Kim qaldı buradan? Hamı cavab yazıb. Bir dənə Müsalə. Ha, o da düz. Əla, əla. Həqiqətən də hamısını topladınız. Elədi 72 dərəcə. 72 dərəcə 72 əgər 360 dərəcədirsə də tapdınız ki 945 dərəcədir. 12 60 dərəcədir. 27 135 dərəcədir və 24 120 dərəcədir. Halal olsun. İndi daha asan 2 dənə sual gələcək arda-arda. Bu sualı hamınız doğru cavablandıracaqsınız. Başlayaq. Bizə şərti oxuyun, çox bəsitdir. Hamınızdan mükəmməl nəticə gözləyirəm. Aha. Layla xanım doğrudur, İradə xanım doğrudur. Digər əslində qalsa 10 saniyə cavablandıra biləcəyiniz bir tapşırıqdır. Elə asan bir sual verir ki, baxan kimi cavab görünür. Ha, Müjgan xanım doğru, Aysu xanım doğru, Vüsalə xanım doğru. Doğrudur. Bir nəfər qaldı. Özünüz görürsünüz ki, burada nədir? Siqaretdən ölən insan sayı 100 min il. Ölümü nə ilə göstərir? Qırıq xəttlər. Qırıq xəttlər 100 minə çatdı hansı ildir? 99-cu il. Siqaretin miqdarını soruşur. Siqaretin miqdarı həmin ildə nə qədərdir? 65 vuraq 10 ton. Ya 650 ton siqaret istifadə olunur. Nətər istifadə ediblər? Və bir sual da gəlir. Bu da çox rahatdır. Cədvəllə diaqram arasında əlaqə quracaqsınız. Rahat şəkildə bunu işləyəcəksiniz. Haydi performansınızı görün.
Müsalla xanım doğru cavabı yazmışsınız. O bir arkadaşlar sizden de oxşar performans bekliyorum. Lalə xanım, İradə xanım halaldır. Müjgan xanımdan gözləyirəm performansı. Aha, əla. Deməli belə. Gözəl. Hamınız bunu hesabladınız. Təbii ki, məhsuldarlığın hektara nisbəti ilə 1 hektara düşən məhsuldarlığı aldınız. 1200-ə bölüb 5 aldınız. Düzdürmü? Armudun miqdarını alarkən. 1 hektara düşən məhsuldarlığı. 5607-yə bölüb 8 aldınız. 2100-ü 300-ə bölüb 7, 400-ü 100-ə bölüb 4, 3500-ü 500-ə bölüb 7 almışsınız. Bizə də nə deyir? ABC meyvələri. A 8-dir. 8 nədir? Alma idi. B 4-dür. 4-ə tapmışdınız bananı. Və C də nə idi? 5 idi. 5-ə də tapmışsınız armudu. Və ona görə də A variantı seçmişsiniz. Halal olsun sizə. Bir dənəsi qaldı. Bir dənəsi qaldı. Onu da qəşəngcə tapırsınız. Bundan da diaqramlar mövzusunda neynəmiş oluruq? Nöqtəmizi qoymuş olduq. Bəli, sonuncu sual. Sonuncu sual, buna da cavab tapın. Deyim, əhsən sizə. Halal olsun deyim. Ümumiyyətlə, ehtimal anlayışı kimin yadından çıxıbdırsa da ona birazca ipucu verim. Ehtimal mümkün vəziyyətlərin sayının, daha doğrusu əlverişli vəziyyətlərin sayı mümkün vəziyyətlərin sayının nisbətidir. Belə bir şey deyim. Təsəvvür edin ki, bir dənə qutunun içərisində çoxlu qələmləriniz var, yaxud da düymələr var. Qırmızı düymələrimiz var, 3 dənə və 2 dənə də göy düyməmiz var. Məsələn,
Bizdən qutuya əlimizi salıb qırmızı düymə çıxartmaq ehtimalımızı soruşanda 5 düyməmiz var, qırmızı da 3 dənədir. Deməli ehtimal 5-dən 3 olmuş olur. Hesaplamanı bu şəkildə aparırıq. İndi məsələ də burasındadır ki, faizlə deyəndə bunu 100%-ə vurursunuz. Bu da edir 60%. Bax, burada da həmin prinsipdən istifadə edəcəksiniz. Gözləyirəm ki, cavabı tapasınız. Hı -hı. Aha. Arkadaşlar, nəsə sizdən bir tərpəniş görmədim. Ona görə özüm tərpənirəm. Nə edirik? Baxın, burada cəmi işçi sayı 300-dür. 300 işçi var. Yəni, mümkün hallar 300-dür. Və deyir ki, doktor dərəcə və qadın olma ehtimalı. Qadınlar neçədir? 168 nəfər. Doktorlar neçədir? 20 nəfər. Bunları toplamalıyam. Amma bu 8 nəfər həm qadınların içindədir, həm də doktorların içindədir. Həm buradadır, həm burada. 2 yerdə ola bilməz axı. Yəni, bir adam tutaq ki, həm ingilis, həm də rus dilini bilirsə də o 2 adam deyil, elə bir adamdır. Ona görə də bir insan həm qadındırsa da, həm də doktordursa da onu 2 adam hesab edə bilər. Burada 8 nəfər belədir. Həm qadınlar çoxluğuna, həm də doktorlar. Onların birindən çıxıram onu. Ona görə də buradan alınır 180. 180 nəfər əlverişlidir. Bizim istədiyimiz şəxslərdir. Ona görə 180-i bölürəm 300-ə və faizlə verdiyinə görə vuram 100%-ə. Və nə alınmış olacaqdır? Təbii ki, 60% alınacaq. B variantını seçən Layla xanım doğru cavab yazmış olur. Bax, bu da bunun cavabı. Özünüz də gördüyünüz kimi bu da heç də çətin, problemli bir tapşırıq deyildi. Öhdəsindən gəlmək mümkün idi. Eləmi? Elə. Hə, arkadaşlar, bunu gördünüz. İndi 10 dəqiqəlik fasilə. Qaydacağıq dərsimizə informatikaya. Yəqin ki, dərsi normal öyrənibsiz, sual-cavabda problem olmayacaq. Elə deyilmi? Nəsə, yaxşı. Birazdan görüşənədək.
Mən yenidən buradayam. Hə, görək gedən arkadaşlar da qayıtsın. Hı -hı. Sən də buradasan. Hə, lap yaxşı, lap yaxşı. Ay Aysun. Təkin xanım qayıdıb gəlir. Mühəndisləri bağlayaq. İnformatikadan suallarımızı açarıq. Hı -hı. Belə. Ay, dayandırmamışam elə yazılışı. Deyən də yoxdur ki,